Bir daha axşamınız xeyir olsun müəllimlər. Deməli bugün sizlə baxacağıq güvən test toplusundan müxtəlif mühitlərdə elektrik cərəyanı bölməsinin testlərinə. Birinci başlığımız metallarda elektrik cərəyanı, müqavimətin temperaturdan asılılığı və ifrat keçiricilik. Yəqin ki A variantında sualınız olmaz və varsa deyə bilərsiniz. B variantından zəhmət olmasa suallarınızı yazın, chat bölməsi aktivdir. Buyurun müəllimlər. B variantında var sual. Məndə yoxdur müəllimə. Kimdəsə var müəllimlər? Aha, deməli 5-ci sual yazılıb. Baxırıq. B-də 5-ci sual. B-də 5-ci sualda nə deyilir? Deyilir ki, metal naqilin müqavimətinin temperaturdan asılılıq qrafiki verilmişdir. Müqavimətin temperatur əmsalını hesablayın. Ayda müəllimə, bu ki topluda da olan sualdır. Burada R0-ın qiyməti var. Aha, bəli. Bəli Ayda müəllimə. Bunu başa salmışsınız. Sonra müəllimlərdən də sormuşdum. Bu qabağın boş qoymuşum, qayıdıb baxamamışam deyənə. Hə, Üzrsən müəllim. Baxdım testə baxan kimi kitab yoxsa deyənə mən də biraz qarışdırıram testlərdə. hə, yaxşı, heç nə olmaz. Var B-də başqa sualımız? Xeyr müəllimə. Yaxşı. C-dən yazın müəllimlər suallarınızı. C-dən yazın baxaq. C-də 3-cü sual. Hə, bu yaxşı sualdır. Gəlin buna baxaq. Deməli C-də 3-cü sualda nə deyilir? Deyilir ki, iki şəhər arasındakı elektrik xətti ən kəsik sahəsi 28 kvadrat millimetr olan alüminium naqil... Müəllimə, bu filmdə 2 yazmışsınız. Necə? Necə Ayda mənə? Temperatur 0 dərəcədən 10 dərəcəyə qədər artdıqda elektrik xəttinin müqaviməti 8,4 ohm artdı. Bu şəhərlər arasındakı məsafəni hesablayın. Bu yaxşı məsələdir. Gəlin baxaq müəllimlər. Bir dəqiqə qoyun yer açın burada. Müəllimə, bu R bərabərdir. Rho L bölü S-dən L-in tapacağıq da. Elə bir L tapacağıq da. Aha, birinci belə deyil də. Birinci R0-ı tapacağıq. Birinci R0-ı tapacaq. Bəli, birinci R0-ı tapacaq. Gəlin baxaq. Qiymətlərini yerinə qoyub hesablayırıq da. Elə bir Rho L bölü S düsturunda. Hə, ən axırda bəli, elə hesablayacaq. Amma birinci başlıqda... Mən elə tapmışdım, yəni. Aha, gəlin baxaq. Deməli, R bərabərdir. Düsturumuzu yazırıq. Deməli, belə yazıram da. Bizə deyir ki, deməli, elektrik xəttinin müqaviməti, baxın, deyir 8,4 ohm artdı. O zaman belə yazıram da. Sonraki müqavimət bərabər, əvvəlki müqavimət, başlanğıc müqavimət üzərinə gəlinsin 8,4. Bax, bunu bir belə qeyd edirəm. İndi bizim bu R düsturumuz var. R-in düsturu, müqavimət düsturu. Müqavimət düsturunu yazıram bura. Yəni, R-in yerinə müqavimətin düsturunu yazıram. R bərabər R0. Aha, indi nə yazıram? Bax, düsturda belədir də, 1 üzərinə gəlinsin alfa delta t. 1 üzərinə gəlinsin alfanın qiymətini baxın, burada mənə veribdir. Nə qədərdir? 4/10 vurulsun 10 üzəri -3. Bax, bu alfanın qiyməti. Bir də var delta t-miz. Delta t-miz də nə qədərdir? Deyir, temperatur 0 dərəcədən 10 dərəcəyə qədər artanda. Deməli, delta t-miz də 10 olub da. Bax, bunu qeyd elədim. Bax, buradan bunu tapa bilərəm. Deməli, nə qədər eləyəcək? 4/10 10 üstü -3 vurulsun 10-a vuranda 42 vurulsun 10 üstü -3. Deməli, bunu da belə yazaram da. Deməli, 0,1042. 0,1042-nin də üzərinə 1 gələndə olur 1,1042. Bax, bunu belə qeyd elədim. 1,1042 R0. Bax, artıq R-in yerinə bunu yaza bilərəm. Gətirib, bax, yuxarıdakı düsturda. Burada əvəz eləmişəm, ha, yuxarıda. Bax, bura. Gətirib, bax, bu R-in bu qiymətini, bax, burada yerinə yazıram. Burada yerinə yazanda o zaman R-in yerinə belə yazıram. 1,1042 R0 bərabər R0 üzərinə gəlinsin 8,4. 1,1042 R0-dan R0 çıxanda deməli qalacaq 0,1042 R0 bərabərdir 8,4-ə. Buradan da R0-ı hesablasaz, yəqin ki, bunu 1000-ə vuranda, deməli, yəqin ki, burada 200 alınır. 2 dəfə düşür, arxasında 2 0 alınır. 200 alınır. Aha, 210 alınır, hə müəllimə?
210. 2 bırak 10 üstü 4. 2 bırak 10 üstü 4. Yox, siz yəqin orada keçməmisiniz nəyəsə. Məncə burada 200 alınmalıdır. Çünki bizim burada... Axırda aldı. 200 Hə, kilometr ən axırda hə, almış. yox, bu mən R0-ın qiymətidir müəllimə. Hələ mən Hə, keçməmişəm axı. Aha, indi sonra buradan da R bərabərdir rho, L bölünsün S düsturumuz var da bizim. Burada da mənə deyir ki, məsafəni hesabla, yəni L-i tapmalıyam. L-i tapanda L nəyə bərabər olacaq? R, S bölünsün rho-dur da, bərabər. R-in qiymətini tapmışam da mən. R-in qiyməti nə qədərdir? Deməli, bizə verilmişdi də başlanğıc halda, düzdürmü? Gəlin yazaq. R-in qiymətini tapdıq da biz 200. 200 vurulsun. S-in qiyməti nə qədərdir? 28 kvadrat metrdir, millimetrdir. Ondan da deməli metrə keçəndə bu olacaq 28 vurulsun 10 üzəri mənfi 6. Bunu da bölürük rho-nun qiymətinə. Rho alüminiumda baxın, burada var. 2 onda 8 vurulsun 10 üstü mənfi 8-dir. Deməli, burada bu 28-lər gedəcək. 10 üstü mənfi 8 yuxarı qalxanda müsbət olacaq. Deməli, 200 arxasında da bunun bir dənə də 0 bu 28-dən qalır da. 200-ün arxasında 3 dənə də 0 olmalı, səhv eləmirəmsə. 200 arxasında da 3 dənə 0 olacaq metrlə. Amma mən cavablara baxıram ki, kilometrlədir. Deməli, o zaman bu da olacaq 200 kilometr. Y variantı. Sadəcə nə elədik müəllimlər? Müqavimətin düsturundan istifadə elədik, müqaviməti tapdıq və gətirdik axırda, yəni müqavimətin məsafə ilə olan düsturunda nəzərə aldıq. Müəllimə, götürəndə eyni şeydir. Prosta mən elə əvvəldən o R bərabər də R0 1 üstə gələk alfa T-də elə R-in yerinə promo R0 üstə gələk 8,4 yazmışam. Hə, əla, olar müəllimə, o da olar. O da olar. Yəni, bir dənə fərq ondadır da, gedişə deyildir. Hə, yo, eyni şeydir, narahat olmayın, yəni düzdür, problem yoxdur. Gəlin baxaq, indi 2 yazıb, ayda mənim ikinci sualımıza baxaq. İkinci sualımıza nə deyilir? Deyilir ki, 50 dərəcə Selsi temperaturda müqaviməti 6 ohm olan metal naqilin 150 dərəcə Selsi temperaturda müqavimətini hesablayın. Bax, deməli, burada bizə bu 50 dərəcədə müqaviməti 6 ohm ki verilib ha. Bu bizim R0-ımız deyil müəllimlər. Biz buradan ilk öncə R0-ı tapmalıyıq. R0-ımız bizim başlanğıc temperatur, başlanğıc müqavimətimizdə. Bu 50 dərəcədə olan 6 ohm bizim R0-ımız deyil. Amma düsturda görürsünüz, R-i tapmaq üçün mütləq bizə R0 lazımdır. Ona görə biz düsturu yazıb, mütləq orada yerinə qoyub birinci R0 hesablamalıyıq. Yəni da düsturu yazmıram, elə yazıram 6 bərabər. Ya da ki, qoyun yazım, sizin aydın olsun. R0 1 üzərinə gəlinsin. Alfa delta T'dir də düstur, düzdürmü? Bax, R-in yerinə qoyuram 6-nı. R-in yerinə qoydum 6-nı. R0-ı bilmirəm. 1 üzərinə gəlinsin. Alfanın qiyməti 0,4-dür. Delta T'miz isə nə qədərdir? 50-dir də. İlk öncə 50 dərəcə üçün tapıram. Bax, bunu mən. İndi buradan da R0-ı tapsaz, deməli, 0,4-dür, 5-ə vurursuz. Deməli, bu da nə qədər olur? Elə bil 6-nı 1/2-yə böləcəyik də. 6-nı 1/2-yə böləcəyik. Bu da olacaq 5. R0-ımızı tapdıq, bax, ayda mənimə 5-dir. 5-i tapandan sonra artıq bu bizim R0-ımızdır. Bax, təzədən gətirib bu R0-ı burada düsturda yerinə qoyanda indi artıq 150 dərəcədəki müqaviməti tapmış oluruq. Bax, bu sizin burada verilən bu 6 ohmunuz 50 dərəcədə olan yəni metalın müqavimətidir də. Biz ona R0 deyə bilmərik. O hər hansı bir qiymətdir. Bayaqki necə ki bir qrafik var idi, qrafikdə başlanğıc müxtəlif qiymətlər var idi. Elə bil ki, bu da 50 dərəcədə olan müqavimətdir. Amma sizə başlanğıc müqavimət lazımdır. Başlanğıc müqaviməti tapdınız. İndi gətirin yerinə, təzədən yerinə qoyaq, düsturda yazaq. Bax, yuxarıda indi gətirib yazıram burada. R0-ın qiyməti 5. 1 üzərinə gəlinsin. Alfanın qiyməti yenə 0,100-1000-4 vurulsun. İndi temperaturumuz nə qədər olacaqdır? Bax, indi 150 dərəcə üçün hesablayırsınız. Vurulsun 150. Deməli, bu da nə qədər olacaqdır? Bunu da hesablasaz, deməli, 5-i 1/6-ya vuracaqsınız da, bu da olacaq 8. 8, 10, bəli, 8, 10. Birinci, yəni, demək istədiyim odur ki, birinci R0-ı tapmalısınız. Bu 50 dərəcədə verilən 6 ohm sizin R0-ınız deyil. Sadəcə siz ondan istifadə edib R0-ı tapacaqsınız. Sonra müəllimlər, burada C-də başqa var sualınız? 6-cı sual. 6-cı sualda nə deyilir? Deyilir ki, metal naqilin müqavimətinin temperaturdan asılılıq qrafiki verilib. 200 dərəcə Selsi temperaturda naqilin müqavimətini hesablayın.
Yenə baxın müəllimə, bu 42 dərəcə üçün, bax 42 dərəcədə verilibdir də. Bax 100 dərəcə üçün 42-ni bilirəm. Buradan R0 tapın ilk öncə. R0 taparandan sonra artıq 200 dərəcə üçün tapın. Bax eyni məsələdir, baxın. 2 ilə 6 eyni məsələdir. Deməli birinci siz Üstüme gelir değil mi? bəli, birinci R0 tapacaqsınız. Aha. Aha, bax birinci yazacaqsınız ki, 42 bərabər R0 1 üzərinə gəlinsin. Alfanın qiyməti 0,4 vurulsun. Baxın, 42 dərəcə üçün sizin 42 ohm üçün sizin deməli dərəcəniz nə qədərdir? 100. Bax buradan R0 tapacaqsınız. Sonra gətirib R bərabərdir. R0 üzərinə vurulsun, 1 üzərinə gəlinsin. Alfa, delta, t də yerinə qoyub hesablayacaqsınız. Bax bu R0 gətirib burada tapacaqsınız. Aydın oldu? Verme çok sağ ol. Aha, yaxşı. Sonra keçirəm termoelektron emissiyası vakuumda elektrik cərəyanı. Buradan yazın müəllimlər suallarınızı. Deməli, B-də 1 yazılıb. B-də 1. Aha, B-də 1. Deyilir ki, vakuum diodunda vahid zamanda katoddan çıxan elektronların sayı 80% azaldıqda doyma cərəyanının şiddəti necə dəyişir? Baxın, bu 80% azalmanı necə yazıram? Bax, ilk öncə 100% idi, düzdür? 100%. Sözünü kəsən bu qalsın bilgime bir 100 ise gel 80 bu bir dəfə böyle bir söz olmuştu. İndi yadıma düşdü ama bu hardan gelir? Burada indi 80 çıxacaqsınız da. 100 çıxılsın 80 bərabər, çünki azalma var. Baxın müəllimə, əvvəlcə 100 idi, indi qaldı 20. Neçə dəfə azaldı? 100-dən 20-yə düşübsə, deməli nə edib? 5 dəfə azalıb da. Sizə deyir ki, elektronların sayı 5 dəfə azalırsa, doyma cərəyan şiddəti. Doyma da belə deyilmi? I doyma bərabər N-yə bölünsün T. Bax, bu elektronların sayı 5 dəfə azalıbsa, təbii ki, doyma cərəyan şiddəti 5 dəfə azalmış 5 olacaq. dəfə azam. Azalar, bəli. Sonra B-də 13 yazılıb. Baxıram, B-də 13. B-də 13-ü biz elə bil elədik axı keçən dəfə. B-də 13-ü mən yazmışdım sizlə. Gəlin baxaq. Deyilir ki, vakuum diodunda katoddan V sürəti ilə hərəkətə başlayan elektron anoda 4 V sürəti ilə çatıb. Anod gərginliyi hansı ifadə ilə təyin olunur? Deməli, müəllimə, bax, katoddan V sürəti ilə çıxır. Sanki bu belə deyək də, bizim V sıfırımız V-dir. Elektron deyir, hərəkətə başlayıb anoda 4 V sürətinə çatıb. Son sürətimizə, buna da son yazıram da, V son. Müəllimə, Bəli. 13 yazmışam, 13'ü yazmışam, 13. Hə, üzrlü. 13 da, 13, hə. Mən 12 12 baxıram. ben yazmışam. 12 Hə, var. elə. Hə, başlayın. Hə, 3, 12 görsənmədir burada. Yaxşı, gəlin baxaq. Siz də 13 yazmısınız Ülviyə müəllimə? Siz də Ben 13'ü yazmışam böyle. Hə, 13 onda heç nə, 13 izah eləyim də mən 12 gördüm bunu. Mirvari müəllimə də 13 yazıb. 12 yazan yoxdur, mən səhv görmüşəm. Gəlin 13-ə baxaq. Deyirəm axı 12-ni keçən dərs elə bil mən yadıma düşdü ki, ona baxmışdıq. Deməli 13-cü sualda nə deyilir? Deyilir ki, vakuum diodunda katodla anod arasındakı məsafə D. Anod gərginliyi isə O-dur. Başlanğıc sürəti 0-a bərabər olan, yəni V0-ın bərabər 0. Bax, bunu bir qeyd elədim. Başlanğıc sürəti 0-a bərabər olan elektronun katoddan anoda hərəkət müddəti hansı ifadə ilə təyin olunur? Deməli, müəllimlər, bizim belə bir ifadəmiz var idi. Yəni, başlanğıc sürət 0-dır. Təbii ki, sükunətdən hərəkətə başlayıb. Yəni, biz bunu belə yaza bilərdik də. Məsələn, bizim S düsturumuz var idi. Yazırdıq V plus V0 bölü 2 vur T. İndi onu S ilə yox, yəni aradakı məsafə D dediyi üçün D ilə işarə edəcəm. Yazacağım ki, D bərabərdir. V üzərinə gəlsin V0 bölünsün 2 vurulsun T. İndi burada da bizim nədir? Başlanğıc sürətimiz 0-dır da. Bu da getdi. Deməli, ifadə belə qalacaq. V, T bölünsün 2. Bunu bir yazdıq, qaldı. Sonra indi bunu bir saxlayaq burada. Sonra biz bilirdik ki, YU nəyə bərabər idi? MV kvadratı bölünsün 2 deyildimi? Yaza bilirdik də biz iş, görülən iş kinetik enerjinin dəyişməsinə bərabərdir. Başlanğıc sürətdə 0 olduğu üçün, deməli, başlanğıc kinetik enerji 0-dır. Deməli, görülən iş son kinetik enerjiyə bərabərdir. İndi gəlin buradan elə yazaq. Bərabər. Baxın, indi nə yazıram mən? M bölünsün 2-ni yazıram. Bax, buradan yuxarıda yazdığım düstur var. Bax, bu yuxarıda qeyd elədiyim düstur. Bax, buradan
V-ni ifadə edirəm. V-ni tapsam, V nəyə bərabər olacaqdı? 2D bölünsün T olmaz. Bax, bu ifadədən V-ni tapsam. İndi gətirib burada V-ni, bax bu V-ni gətirib burada yerinə qoyacam. İndi burada yerinə qoyanda belə olur da. V-ni kvadrata yüksəltməliyəm axı. 4 V-T... 4D-nin kvadratı bölünsün. Bircə dəqiqə, mən 2D bölünsün 2 yazmışam. 2D bölünsün T-dir bu. Aha, deyirəm nəsə düz gəlmir burada. Deməli, 4D kvadratı bölünsün T kvadratı olur. Eləmi müəllimlər? Bu 2-lər 4 ilə də 2 ixtisar gedəndə, deməli, burada nə qalacaqdı? Deməli, qalacaqdı 2D kvadratı M bölünsün T kvadratı. Düzdürmü? Bizə nə deyir? Tapın deyir bizə buradan. Hərəkət müddətini istəyir. Düzdür? Hə, buradan mən T-ni tapacam. Deməli, ifadə belə oldu. Bax, YU bərabərdir 2D kvadratı M bölünsün T kvadratı. İndi mənə deyir ki, buradan hərəkət müddətini tap. Yəni, T-ni tap. T-ni tapanda nə olacaq? Kökün altında 2D kvadratı M bölünsün YU. Aha. D də buradan kökün altından çıxanda D çıxacaq. Kökün altında qalacaq. 2M bölünsün YU. Bəli. Deməli, hansı cavab olur? D, 2M bölünsün YU. D variantı olur, hə müəllimlər? D. Kökün altında 2M bölü YU qaldı da. Qarşıya da bir dənə D çıxdı. Cavabımız olacaq D variantı. Aygün müəllimə düzəldi səs problemi. Çox sağ olun müəllim. Siz sağ olun. Sonra müəllimlər yazın, başqa hansı sualınız var? Buradan B-dən varsa B-dən yazın, yoxdursa keçək o birisi başlığa. Bunun C-si yoxdur. B-də elə. Burada var, qalan oldu suallarınızdan. Məndə yoxdur. Aha, əla. Yaxşı. Keçirəm o zaman yarım keçiricilərə. Yarım keçiricilər də deməli 2 variantdan ibarətdir bu da deyəsən. A-da varsa A-dan yazın, yoxdursa B-dən yazın suallarınızı. Beş yoxdur bunda. Yoxdur bunda sual. Deməli 12. 12 B-dədir, hə? Yəqin ki müəllimə. Bəli müəllimə, B-də. B-də. Bəli, B. Aha. Tamam, B-də 12-ci sualımıza baxaq. Bax, deyir ki, yarımkeçirici diod şəkildəki kimi dövrəyə qoşularsa, volt amper xarakteristikası aşağıdakılardan deməli hansı olar? Baxın müəllimə, biz nə bilirik? Bilirik ki, cəryan müsbətdən mənfiyə doğru gəlir. Bax, bura müsbət, bura mənfidirsə, deməli siz deyəcəksiniz ki, bax, cəryan bu istiqamətdə gəlir, düzdürmü? Gəlir və görürsüz, diod tərs qoşulub, bax, bu imkan vermir cəryanı bu istiqamətdə keçməyə. Deməli, necə qoşulubdur diod? Tərs qoşulubdur da, tərs keçiddir bu. İndi sizə deyir ki, bu tərs keçidin qrafikini seçin. Əgər düz keçid olsaydı, C-ni seçərdiniz. Tərs keçid olduğu üçün nəyi seçəcəksiniz? B-ni seçəcəksiniz. Tərs keçid həmişə belə deyək də, bu 3-cü rübdə olan bir qrafik olurdu da aşağıda. Amma düz keçid olanda burada belə bir qrafik olurdu. Yadınıza düşdü bu qrafik? Bura yazmışdım mən düz keçid, burada yazmışdım tərs keçid. Müsbət mənfiyə fikir verməmişəm. Elə ona görə cavabı bilməmişəm. Çox sağ olun. Sizə sağ olun. Müəllimə, texnik olmasa bu B-nin olduğunu başa düşürəm. Qrafik çəkilir, bir tərs keçid dediniz. Onun nədənini bir dənə zəhmət olmasa qurban, onu deyərdiniz də. Aha. Bu çəkisi bir yuxarıdakı. Bax, o tərs keçid olmağı çatmadı. Bax, bilirsiniz nədən oldu? Aydı müəllimə. Bax, buradan gələn cəryan, bax, bu istiqamətdə müsbət qütbdə bura. Buradan gəlməlidir cəryan, mənfiyə doğru dövrəni tamamlamalıdır. Bax, bura qədər gəlir. Axı, bu diod burada tərs qoşulubdur. Biz bilirdik ki, yarım keçirici diod bax, bu istiqamətdə. Bax, bu istiqamətdə öz oxu istiqamətində buraxır cəryanı. Əksinə buraxmır. Bir tərəfli keçiriciliyə malikdir. Görürsünüz, bax, bu istiqamətdə buraxmadı da cəryan keçməyəcək bu tərəfə. Dövrə tamamlanmayacaq. Ona görə deyirik ki, bu diod tərs qoşulubdur. Tərs qoşulduğu üçün də bax, tərs keçid aşağıdakı qrafik olacaq. Düz olsaydı, əgər bax qütblər fərqli olsaydı, bax bura müsbət olsaydı, bura mənfi olsaydı, qəşəng cəryan bu istiqamətdə gələcəkdi, dövrəni tamamlayacaqdı. O zaman siz C variantını seçərdiniz. Yəni belə deyim, yuxarıda seçərdiniz, çəkərdiniz qrafiki. Amma görürsüz burada diod buraxmır, tərs qoşulubdur. Ona görə tərs keçid aşağıdakı qrafiki seçirsiniz. B variantını. Başa düşürsünüz? Çox sağ olun. Bəli, zəhmət olmasa bir dənə 7-yə baxa bilərsiniz. Orada yəni müsbətdən mənfiyə gəldi. Düzgərənliyə edirəm alnı, amma 6 ilə 7 hə eyni cavab çıxır.
Baxın Altı, 7-ci yeddi, suala. 7-ci sualda nə deyilir? Deyir ki, AK açarı bağlandıqda ilk öncə qapıyıram. Hansı lampa tam işıqlanır? Baxın, gəldi cəryan bax bu istiqamətdə, düzdürmü? Gəldi buradan, gəlin birinci yuxarıdan aparaq. Bax yuxarıdan aparanda bəli, bu diod burada düz qoşulubdur. Bir lampası işıqlanacaq. Deməli cavabımızın biri 1-dir. Gələcək bu istiqamətdə. Sonra ikincidən keçmək istəyir. Burada diod tərs qoşulubdur. Buradan cəryan keçməz. 2 lampası yanmaz. Sonra gəlirəm aşağıdan. Bəli, buradan da keçəcək. Bu istiqamətdə dövrəni tamamlayacaq. Deməli 1 lampası yanar, 3 lampası yanar. D variantıdır 7-də. Deyəsən 7-də cavabı səhv vermişəm. Mən də 7-yi götürmüşəm. Burada deyən B çıxıb. Yox. O burada hansı işıqlanmaz olsa B olar. Cavab D-dir burada. Cavab Eyni şərtdə eyni cavaba götürüb. Birində işıqlanar, işıqlanmaz, amma səhvi də eyni götürüb, düzü də eyni götürüb. Hansı lampa işıqlanmaz? 6-da B olacaq. 7-də isə D olacaq. 7-də isə D olacaq. Niyə 7 B? Zəhmət olmasa 9-a da baxın. Baxın. Gəlin baxaq. Deməli baxın, yenə açarı bağlayıram. Deyir hansı lampalar tam işıqlanır. Bax müsbət qütbdən başlayın cəryanı hərəkət elətdirməyə. Deməli cəryan gəldi. Bax ilk öncə qabağında 2 dənə yol var da. Ya hər ikisindən də keçməlidir, ya da birindən keçməlidir. İndi gəlin görək hansından keçə biləcək. Baxın, yuxarı qalxır. Yuxarı qalxanda görürsünüz, diod səhv qoşulubdur, tərsinə qoşulubdur. Səhv deməyək də tərs deyək. Deməli tərs qoşulduğu üçün buradan cəryan keçməyəcək. Bu diod buradan buraxmayacaq cəryanı. Deməli 2 lampası yanmaz. Bu getdi. İndi gəlirəm aşağıdan. Baxın, buradakı diod düz qoşulub. Cəryan buradan keçəcək. Deməli 1 lampası yandı. Buradan keçəcək, gələcək. İndi burada da qarşısına 2 yol çıxır. Görək hansı yoldan gedə biləcək. Yuxarı keçir. Burada diod düz qoşulub. Baxın, cəryanı bu istiqamətdə ötürəcəkdir. Gələcək, dövrəni tamamlayacaq. Deməli 3 də yanacaqdır. Baxın indi aşağı müəllimlər. Baxın bura kimi gəlir. Axı burada yenə diod tərs qoşulubdur. Bax elə bir sanki bu xətt var ha burada. Bu cəryanı sanki buraxmır. Bax buradan keçə bilməyəcək bu istiqamətə. Ona görə də 4 lampası da yanmaz. Deməli yananlar olacaq ancaq 1 və 3 lampası. Burada sadəcə sırf diodun birləşməsinə baxmaq lazımdır. Düz birləşəndə bax diod müəllimlər, diodun şərti işarəsi bu deyil, bax belə. Bax bu dioddur da. Bax diod, bax bu ox istiqamətində buraxır cəryanı. Yəni buradan belə gələrsə cəryan, məsələn tutaq ki, burada bir dənə lampa var. Hə, buradan keçib gəlib bu lampanı yandıracaqdı. Amma sizə desək ki, cəryan bu istiqamətdə gəlir, tərsinə də buradan qütbü beləsinə birləşdiriblər. Bax buradan gələcək, bax bu xətt belə düşünün də, bu cəryanı buraxmayacaq. Yəni ona görə bu lampa yanmaz. Buradan çünki bu naqildən cəryan axıra kimi keçməyəcək. Bura qədər gələcək. Burada bu diod bunu saxlayacaq, qoymayacaq o tərəfə keçməyə. Sanki bir sərhəd rolunu oynayır. Qoymayacaq. Deyir ki, tərs birləşibdir də dövrəyə, buraxmır cəryanı özündən. Yenə deyirəm, diodun əsas xassəsi nədir? Bir tərəfli keçiriciliyə malikdir. Yəni öz oxu istiqamətində keçirdir cəryanı. Görürsünüz, cihaz olmağına baxmayaraq onun öz qanunları var. Deyir ki, yəni mənim oxum istiqamətində göndər cəryanı. Əksinə göndərsəm buraxmayacam. Mən də bu işarəyə baxdım. Sonradan baxdım ki, 4-ə görə mən fikirləşirdim ki, 4 lampası yanacaqmı? Yox. Lampanın qarşısında olmağına baxmayın. Diodun qarşısında lampa olmağına baxmayın. Yəni bu lampanın yanması üçün bu dövrədən cəryan keçib dövrəni tamamlamalıdır. Düzdür, lampadan gəlir, keçir cəryan. Amma axıra kimi gedə bilmir axı, buraxmır. Yarımçıq qalır dövrə. Elə bir sanki burada qırdız bu naqili. Elə bilin ki, elə başa düşün, qırıldı. Keçməyəcək axı, nə olsun lampaya qədər gəlib çatıb cəryan. Oradan tərəfəsini tamamlamayacaq. Mənim amma o aşağıdakı işarə var, mənim cəryan. Məsələn, müsbətin yenə mənfinin yenə müsbət olsa, əks işarə ilə götürdik də biz. Mən təkcə həmişə dövrəyə qoşulmuş cəryanlara baxırdım. Ona görə çaşbaş qaldım. Sonra fikir verdim ki, aşağıdakı cəryanların da işarəsinə baxmaq lazım ki, lampanı düz yandırmaq. Buranı deyirsiniz, Aydın müəllimə, bu aşağıdakı mənbəni deyirsiniz. Bax bunu, müsbət mənfi. Müəllimə, bu çox önəmli rol oynayır. Bu çox önəmli rol oynayır. Siz bilməlisiniz ki, bu cəryan hansı istiqamətdə gedir. Baxın, indi mən bunun yerini dəyişsəm, məsələn, buranı mənfi eləsəm, buranı müsbət eləsəm, baxın, indi görək cəryan necə gedəcək. Bax, gələcək buradan. Gördünüzmü? Bax, indi gəlib aşağıdan keçəcək. İndi burada diod artıq düz qoşulub. Bax, 4-ü yandıracaq. 3-ü yandıra bilməyəcək. Baxın, 3-dən keçəcək, burada bax, qoymayacaq bunu keçməyə. 3 yanmaz.
Aşağıdan gələcək, keçəcək. Deməli indi nə edəcək? Bax aşağıdan görürsüz, yenə indi biri yandıra bilməyəcək. Çünki burada diod tərs qoşulub, bir də getdi. Deməli yuxarıdan gələcək. Bax bu səfər 2 ilə 4 yanacaq. Gördünüzmü cəryanın eyni dövrədir. Sadəcə qütblərin yerini dəyişdirən kimi yanan lampalar, yanmayan lampalar artıq fərqləndi. Önəmlidir bu aşağıdakı müsbət mənfi, həm də çox önəmlidir. Birinci ilə buna baxmalıyıq biz. Ki görüm cəryan hansı tərəfdən gedəcək, hansı tərəfdən gedir. Necə tamamlayacaq dövrəni. Ona fikir verin. Sonra müəllimlər 11 yazılıb, 11-ci sual. 11-ə baxıram. 11-də nə deyilir? Deyilir ki, ideal yarımkeçici diod olan dövrənin 1 və 2 nöqtələri arasındakı gərginliyin zamanının asıllıq qrafiki verilmişdir. Bizə deyir ki, rezistordan keçən cəryan şiddətinin zamandan asıllıq qrafiki hansıdır? Baxın müəllimlər, ilk öncə mən görürəm ki, baxın, bu dövrədə nə var? Diod var. Yarımkeçici diod var. Yarımkeçici diodun işi nədir? Dəyişən cəryanı düzləndirməkdir. Dəyişən cəryanı düzləndirdiyi üçün, deməli, baxın, bu qrafik burada görürsünüz, sinus qanunundan verilib. Deməli, sizin cavablarınız da sinus qanunundan olacaq. Bax, A-nı çıxdım. B-də belə bir qrafik bilmirik də. Bizim qrafikimiz heç vaxt belə çəkməmişik. B-ni də çıxıram. Baxın, D-ni də çıxıram. Y-ni də çıxıram. Bax, burada görürsünüz. Bir dənə bax, sinusla dəyişən normal bizim tanıdığımız qrafik C variantındadır. Eyni şeydir də. Bir hissəsini buraxıb, birini kəsib. Bir hissəsini buraxıb, birini kəsib. Görürsünüz, bax, buranı kəsib, buranı buraxıb. Buranı kəsib, buranı buraxıb. Deməli, bax, eyni o qrafikinin sadəcə burada kəsilmiş formasıdır. Bir hissəsini keçirib, bir hissəsini buraxıb, düzləndirib də, başa düşdünüz? Deməli, bax, C variantı. Sonra müəllimlər, burada yoxdursa, keçirəm elektroidləri, varsa deyin. Tamam, o zaman elektroidlərdən yazın suallarınızı. Müəllimlər, elektroidlərdən yazın görüm. Mən PDF açım, oradan baxınca elə şeylər var ki, yəni izah olunub, ona görə istəmirəm. Ayda müəllimə, siz bir dənə kitab alın özünüzə. PDF-dən işləmək həqiqətən, valla insanın yadında qalmır. Kitabda göz yaddaşı var. Göz yaddaşından çox şey insanın yadında qalır. Siz bir dənə kitab alın. Güvən həmişə lazım olan bir kitabdır. Mütləq alın. Güvən məndə var, plus köhnə nəşrdir, təzə nəşrini, təzə nəşrini alın. Mirvari müəllimə, B-də 18 yazmısınız? Bəli, müəllimə, bəli. Aha, yaxşı. B-də 18-ə baxıram. Görün B-də 18. 2 dəqiqə. B-də 18. Aha. Hə, B-də 18-ci suala baxıram. Nə deyilir? Deyilir ki, elektroliz zamanı elektrodda ayrılan maddənin kütləsinin zamandan asılı qrafiki verilib. Elektrodda çatan iyon sayının zamandan asılı qrafiki hansıdır? Deməli, müəllimlər, baxaraq ki biz, bax, belə deyək də, M-in elektroliz qanunu mən necə yaza bilərəm? Yazıram M bərabər K2-dür də, düzdürmü? Mən baxıram ki, burada, deməli, N-in T-dən asılı qrafiki lazımdır mənə. Baxın, burada belə bir şey yaza bilərəm də, Q-nün də yerinə nə yazaram? M vurulsun, Y yazaram, düzdürmü? Görürsünüz müəllimlər, bax, qrafikə baxsaz, M-in T-dən asılı qrafiki, görürsünüz, düz mütənasiblikdir. Yəni, M getdikcə artır. Burada bu M getdikcə artırsa, K elektrokimyəvi ekvivalentdir, sabit ədəddir. Deməli, belə çıxır ki, bu Q da artacaqdır da, düzdürmü? İndi gəlirəm, Q-nün artdığını təyin elədim mən qrafikdən. M-ə görə, M artırsa, Q da artacaq. İndi burada baxıram, Q artırsa, bu Y də elektrondur da, yəni elektronun qiyməti sabit bir ədəddir də, bir zərrəcikdir də, yəni sabitdir də bu kəmiyyət. Deməli, o zaman Q artırsa, belə çıxır ki, nə olacaq? M də artacaq. Deməli, N-in T-dən asıllığı artan, düz mütənasib bir asıllıq verəcək də bizə. Baxın, A variantına. Bax, o birislərdə, məsələn, B variantında sabitdir, Y variantında azalır. C variantında da azalır, yəni belə də kökaltı bir qrafikdir. Bir dənə, məsələn, artan qrafiklər A ilə D-dir. D-də də kvadratik artır, amma kvadratik artmağı biz buradan heç nədən görmürük də. M düz mütənasib asılırsa, N-in artırsa, N-in T-dən, yəni elektronların sayının da zamandan asıllıq qrafiki düz mütənasib olacaq. Ona görə ən doğru cavabımız olacaq A variantı. Bildim müəllimə, çox sağ olun. Siz də sağ olun.
Sonra 12-ci suala baxıram, geri qayıdaq bir dənə baxaq buna. 12-ci sualda nə deyilir? Deyilir ki, göydaş məhlulun elektrolizində cəryan şiddətinin zamandan asılılıq diaqramında hansı nöqtəyə uyğun katodda ayrılan misin kütləsi ən böyükdür? Bax, M-in düsturunu yazıram. M bərabərdir KIT. İndi burada mənə deyir ki, kütlə ən böyük olsun. Kütlənin ən böyük olması üçün, yəni cəryan şiddəti də böyük olmalıdır, zaman da böyük olmalıdır. Cəryan şiddətinin ən böyük qiymətini seçirəm. Ən böyük qiyməti 1-dədir, 2-dədir. Zamanın ən böyük qiyməti 2-dədir, 3-dədir. Hər iki şərti ödəyən nöqtəmiz, bax bu xətlərin kəsişməsində olan nöqtə olacaq. Yəni olacaq 2. Sonra keçirəm 22-ci suala. 22-ci sual maraqlıdır. Gəlin baxaq. Əslində bunu biz toplu da vardı da, topludan da işləmişdik. Deyir ki, içərisində mis sulfat məhlulu olan 3 eyni elektrolitik vanna sxemdə göstərilən qaydada sabit cəryan mənbəyinə qoşulub. Hər vannaya uyğun məhlulda katod üzərində eyni zaman müddətində ayrılan misin kütlələr arasındakı hansı münasibət doğrudur? Baxın mənimlə, bizə deyir ki, 3 eyni elektrolitik vanna. Bu 3 eyni elektrolitik vanna nə deməkdir? Yəni, bunların hər bir vannanın, belə deyək də, müqavimətləri bərabərdir. Yəni, bu da R müqavimətli vannadır, bu da R müqavimətli, bax, bu da R müqavimətli. Yəni, bu sizin gözünüzə daha sadə görünsün deyənə, mən istəyirəm bunun belə bir sadələşmiş qrafikini çəkim, dövrəsini qurum daha doğrusu. Baxın, mənbəni birləşdirdim, elə yuxarıdakı kimi qururam ki, rahat olsun. Bax, buradan gəldi. Bir dənə nə oldu? Bir dənə vannamız var bizim, R rezistorlu. İndi bunu mən belə deyim də rezistorla ifadə edirəm. Bircə dəqiqə. Bunu biraz daha yaxşı çəkək qoyun. Bax, buradan gəlir, baxıram ki, bax, buradan gələn cəryan 2 yerə bölünür. Bax, bunu yuxarıda birini göstərirəm, aşağıda da birini göstərirəm. Aha, sonra nə edəcəm? Bax, bunu birləşdirəcəm. Görürəm ki, burada bunların ardıcılığında da bir dənə yenə vanna var. Söz, bax, bu formada. Elə bilin ki, bu oldu sizin naqiliniz. Nə tərdə əyri çəkdim axı bunları. Biraz qəşəng çəkək. Aha. Deməli, baxın, indi gəlin bunun üzərindən göstərmək bəlkə sizə daha aydın olur. Bax, buradan gəldi cəryan bu istiqamətdə. Bu istiqamətdə gələn cəryana necə deyək də? Bax, buradan cəryan gəldi. Bax, buradan bu istiqamətdə cəryan gəldi. Tutaq ki, deyirəm ki, bura hər biri R müqavimətlidir də. Hər biri R müqavimətlidir. Bu R müqavimətli naqildən tutaq ki, buradan keçən cəryan şiddətinə 2 deyirəm. 2i gəlir, bax, bura çatanda bunun i'si belə deyirdik ki, cəryan şiddəti bərabər müqavimətli naqillər arasındakı bərabər bölünür. 2i'dirsə, bunun i'si yuxarıdan keçəcək, i'si aşağıdan keçəcək. Yenə gəlib burada dövrədə birləşib, gəlib bu dövrəni neyəcək? Tamamlayacaq, düzdür. Deməli, bax, bu 3-cü vannadan 2i cəryan keçir, 1-ci vannadan da i keçir, 2-ci vannadan da i keçir. Biz də bilirik ki, mənlər M bərabər KIT düsturuna görə, yəni cəryan şiddəti hansı vannada çoxdursa, orada kütlə də, ayrılan misin kütləsi də çox olacaqdır. Ona görə belə deyə bilərəm də, yəni mən 1-ci və 2-ci vannalarda ayrılan misin kütlələri bərabər olacaq, çünki cəryan şiddətləri bərabərdir. Amma 3-cü vannada 2i cəryan şiddəti ayrıldığına görə, o 2i cəryan şiddəti keçdiyinə görə də orada ayrılan misin kütləsi də 2 dəfə böyük olmuş olacaq. Yəni, asıllığımız olacaq M1 bərabər M2 kiçikdir M3 asıllığı. O da olacaq D variantı. Sonra keçirəm 24-cü suala. Aha, 24-cü sualda nə deyilir? Deyilir ki, argentium NO3 məhlulu olan 2 elektrolitik vannanın elektrodları arasındakı gərginliklərin nisbəti U1 bərabər U2, U1 bölünsün U2 bərabər 4-dür. Eyni qədər enerji sərf olunduqda, birinci vannada 80 qram gümüş ayrılırsa, ikinci vannada ayrılan gümüşün kütləsi. Deməli, müəllimlər, artıq biz burada eyni qədər enerji sərf olunduğu üçün enerji düsturundan istifadə edəcəyik. Enerjinin düsturu nə idi? W bərabər idi. Q vurulsun U-ydu da. Bax, Q-nü də açıram. Yazıram M bölünsün K, vurulsun U. Deməli, burada enerji sabit olduqda, eyni qədər olduqda mənə lazımdır kütlə ilə gərginlik arasında əlaqə. Kütlə ilə gərgin görürsünüz, arasında hasildir. Deməli, bunlar bir-birindən tərs asılı olacaq. O zaman yazacağım M1-in M2-yə olan nisbəti bərabərdir U2-nin U1-ə olan və yaxud da ki, qoyun bunu belə yazaq da, bizə U1 böl U2 nisbəti verdiyi üçün bunu belə yazaq. U1 bölünsün U2 bərabərdir M2 bölünsün M1.
Yəni U1 bölü U2 verdiyinə görə elə bunu tərs götürdüm. U1 bölü U2 nisbətini yerinə yazdım. 4 bərabərdir. Deyir ki, birinci vannada 80 qram gümüş ayrılır. Birinci vannada yazıram birincinin yerinə. Deməli, kütlənin yerinə 80 qramı yazıram. Mənə lazımdır ikinci vanna. M2-ni tapacağam. Buradan da M2-miz olacaq nə qədər? 320 qram. Yəqin ki, siz burada götürüb belə yazmışsınız ki, M bərabərdir. Deməli, KQ, KIT, E'nin də yerinə U bölü R yazmışsınız. Yazmışsınız K, U bölünsün R, vurulsun T. Burada da M ilə U-nu düz götürmüşsünüz. Xeyr müəllimlər. Burada əgər sizə desək ki, müqavimət sabitdir, sabit müqavimətli rezistordur. O zaman siz gərginliklə kütləni düz mütənasib götürərsiniz. Bax, enerji sabit olduğuna görə, eyni qədər enerji olduğuna görə siz burada enerji düsturundan getməlisiniz Aygül müəllimə. Bax, diqqətli olun burada. Bu məsələni mən səhv eləmirəmsə Topluda da var idi, Topluda da demişdim. Bəli, bəli. Orada sizə deyəcək ki, məsələn, əgər sizə istəsək ki, siz gərginliklə kütləni düz mütənasib götürəcəksiniz, onda sizə belə bir şərt verəcək ki, məsələn, eyni müqavimətli naqildə, eyni müqavimətli sözünü artıq siz görəndə, siz artıq götürüb, mən sonra burada yazmışdım, bu düstur, bax, onunla yazacaqsınız. Amma eyni qədər enerji sərf olunduğu üçün bu artıq sizə ipucu verir ki, enerji düsturundan get. Siz artıq orada tərs mütənasib asılılıq götürəcəksiniz. Aha. Gələk bu məsələyə. Deməli, deyir ki, xörək duzu məhlulunun xüsusi müqavimətinin temperaturdan asıllıq qrafiki verilib. Məhlulun müqavimətinin temperatur əmsalını hesablayın. Deməli, müəllimlər, biz baxırıq ki, bax, buradan görürsünüz, elektrolitlərdə belədir də, yəni xüsusi müqavimətin temperaturdan asılılığı xəttdə azalan bir funksiyadır. Yəni, siz bunu əvvəldən bilməlisiniz ki, burada müqavimətin temperatur əmsalı, görürsünüz, azalandır. Yəni, burada, belə deyək də, mənfi ilə alınan bir qiymət olacaqdır. Yəni, bunu əvvəldən nəzərə almalısınız. Ya da ki, indi gəlin baxaq. Bax, rho bərabərdir, rho 0, 1 üzərinə gəlinsin alfa delta t'dir. Görürsünüzmü? Əslində biz bunu belə yazırıq da, düzdür. Amma burada görürsünüz, xəttə azalan bir qrafik verilibdir. Ona görə də gəlin belə yazaq. Deməli, rho-nun yerinə yazıram. Sonraki qiymət. Başlanğıc qiyməti rho 0-dır, sonraki qiyməti 0,5 rho 0-dır. 0,5 rho 0 bərabərdir rho 0, 1 üzərinə gəlinsin, alfa vurulsun nə? 25. Temperaturum, yəni 25 dərəcədə, ona görə 25 yazıram. Buradan da deməli, hər tərəfdən rho sıfırlarımız ixtisar gedəcək. Nə qalacaq? Deməli, belə olacaq da 25 alfa 0 bərabər olacaqdır nəyə? 0,5-dən də 1-i çıxacaqsınız. Qalacaq nə? Mənfi 0,5, düzdürmü? Buradan da alfanı tapanda 0,5-i 20-yə bölürük. Bu da olacaq mənfi 0,2. Nə? Kelvin üstü mənfi 1. Sonra müəllimlər, başqa var burada sualımız? Yoxdursa, o zaman qazlara keçirəm. Qazlarda elektrik cərəyanla yazın. Yox, 30-cu sualımız var. 30-cu sual. Aha, tamam. Elektrolitlərdə 30. Aha, 30-cu suala baxıram. Deyir ki, elektroliz prosesində yalnız elektrodların məhlula daxil olma dərinliyini 3 dəfə artırdıqda müəyyən müddətdə elektrod üzərində ayrılan maddənin kütləsi necə dəyişəcək? Mənlər bunu bir qeyd olaraq götürə bilərsiniz ki, elektroliz prosesində, yəni elektrolitlərin məhlula batma dərinliyi, yəni maddənin həmin elektrod üzərində ayrılan maddənin kütləsinin düz mütənasibdir. Bax, bunu qeyd olaraq yazın. Deməli, M H-la, yəni elektrod üzərində ayrılan maddənin kütləsi həmin elektrodların məhlula batma dərinliyindən düz mütənasib asılıdır. Əgər dərinlik 3 dəfə artıbsa, deməli o zaman ayrılan maddənin kütləsi də 3 dəfə artacaq. Bəli, bu bir qeyd olaraq, bu təcrübələrdən alınan bir nəticədir də, belə deyim. Mən bunu qısaca necə qeyd edəyək? Tamam, deyirəm indi. Deməli, elektrod üzərində ayrılan maddənin kütləsi
elektrodların məhlula daxil olma dərinliyi ilə düzüm tənasib asılıdır. Yəni maddənin kütləsi Aha, elektrodların məhlula daxil olma dərinliyi ilə düzüm tənasibdir. Bax, elektrodların, elə burada bu sözü buradan yazın. Elektrodların məhlula daxil olma dərinliyi ilə düzüm tənasib asılıdır. Sonra 32-ci sual yazılıb. Baxıram 32-yə. Nə deyilir? Göy daş məhlulunun elektrolizində 2 amper cəryan şiddətində 10 dəqiqə ərzində katod üzərində ayrılan misin kütləsini milliqram ilə hesablayın. Bu ki, düsturdu müəllimlər. Bunu yazmamısınız. M bərabər KT-dir də. bu da cavabı. Necə? 360 milligram. Aha, 2 amper, bəli. Zamandan 10 dəqiqədən keçəcəksə saniyə olacaq 600. K-da 0,3 milliqramdan verib. Ona görə də elə cavabı da milliqramdan alacaqsınız. Aydım ama bu sizin sualınızdır. Yerinə qoyub hesablayın. Bu sırf düsturdur. Bəli, yaxşı. 10 dəqiqədən sadəcə şeyə keçəcəksiniz. Saniyəyə, 600. Saniyə. Bəli. 600. Sonra müəllimlər, burada var başqa sualınız? Yaxşı, yoxdursa qazlara keçirəm. Qazlardan yazın. Gün 9 nədir? Hə, bu. Gəlin baxaq 9-a. Deməli deyilir ki, plazmada elektronların konsentrasiyası iyonlaşmamış atomların konsentrasiyasından 4,5 dəfə az olarsa, plazmanın iyonlaşma dərəcəsi nəyə bərabərdir? Və bizə də deyir ki, bütün iyonlar 2 qat elementar yükə malikdir. Bax, ilk öncə deyiləni yazıram. Nə deyir bizə? Deyir ki, deməli, elektronların konsentrasiyası iyonlaşmamış atomların konsentrasiyasından 4,5 dəfə azdır. Deməli, o zaman yazıram. Elektronların konsentrasiyası bərabərdir iyonlaşmamış atomların konsentrasiyasından 4,5 dəfə kiçik. Bax, hələ ki deyilənləri yazıram. Bir də mənə burada deyir ki, bütün iyonlar 2 qat elementar yükə malikdir. Və bu da nə deməkdir? Yəni, iyonlaşmamış atomların belə deyək də, konsentrasiyası olsun, sayı olsun, nəyə bərabərdir? Elektronların sayından 2 dəfə kiçikdir. N elektron da bu. Biraz belə, bircə dəqiqə qoyun, bu rəngini biraz azaldım. İndeksində yazmışıq. N elektron bölünsün 2. Aha, bax bunlar bizim verilənlərimizdir. İndi biz də bilirik ki, müəllimlər. Yəni siz deyə bilərsiniz ki, burada konsentrasiya deyilib. Siz amma sayı olaraq yazmışsınız. Yəni düstura görədir də bu N bərabər N bölünsün V düsturuna görə. Yəni vahid həcmdə elə konsentrasiya ilə say eyni deməkdir də. Yəni bax bunu yazdım deyənə mən bunu da sayla yazdım ki, düz alınsın da. Yəni bir-birindən ixtisar eləyə bilək, yerinə qoyub hesablaya bilək. Deməli, müəllimlər, bizə də deyir ki, dissosiasiya dərəcəsini tapın. Dissosiasiya dərəcəsinin düsturu da nə idi? Deməli, iyonlaşmış atomların sayının ümumi atomlar sayına olan nisbətidir. Və bunun faizlə nisbətidir də, düzdürmü? Bunu da qeyd elədim. İndi gəlin baxaq müəllimlər. Baxın, mənə lazımdır burada nə? Ümumi iyonlaşmamış elektronların sayı lazımdır. Düzdürmü? Daha doğrusu ümumilərinin sayı lazımdır. Ümuminin sayını gəlin indi tapaq. Sonra gətirib yuxarıda yerinə qoyacağım. Ümuminin sayını bilirəm. Ümuminin sayını tapanda nə edirəm? Daha doğrusu bilmirəm. İyonlaşmış atomların sayı ilə iyonlaşmamış atomların sayını toplayaram, düzdür. İndi gəlin baxaq görək. İyonlaşmış atomların sayını yerinə nə yazaram mən? Bax, buradan yazsaz, N0 bölünsün 2-dir də. Bax, iyonlaşmışın gətirib burada yerinə qoyuram. Bax, bunu. N0 bölü 2, N-yə bölünsün 2-ni, buna 0,5 yazaram. Da elə kəsirlə yazmıram. Yazıram 0,5 N elektron. Üzərinə gəlinsin. Bax, bunda iyonlaşmamışın da yerinə bax, buradan yazıram. 4,5 N-yə. Bu da nə qədər edəcək? Olacaqmı 5 N-yə?
Bunu tapdım. Və buradakı düsturdakı bu ümuminin sayını tapdım. İndi gətirin burada yerinə qoyaq. Yuxarıda yazıram, baxın. Gətirdim, bax bunu burada yerinə qoydum, bax burada. İndi yazıram. İndi nə yazacağıq müəllimlər? Gəlin baxaq görək. Diqqətli olaq burada. Deməli, n-in yerinə yazıram 0,5 n-yi. N ümuminin yerinə yazıram 5 n-yi. Bunu da vuracam nəyə? 100%-ə. Deməli, bu da olacaq nə qədər? 50-ni bölürük 5-ə, olur 10%. N-yələr də gedir. Hansı hissəni başa düşməliksə, deyin üstündən bir də keçin. Başa düşdük məsələni. Tamam. Sonra burada deyilir 7-ci sual. 7-ci sualda nə deyilir? Deyilir ki, şəkildə qazların voltampir xarakteristikası verilib. Diaqramın hansı hissəsi qeyri-müstəqil qaz boşalmasına uyğundur? Qeyri-müstəqil qaz boşalmasına hansı hissə uyğundur müəllimlər? OB hissəsi. Всё, bu hissə. Yəni sıfırdan gəlir bu B-yə qədər. Artıq BK hissəsi olacaq müstəqil boşalma. Sonra 11 deyilib. 11-ci sual. 11 də elə bunun kimidir deyəsən, bayaqki məsələ kimidir. Hə, eyni şey deyəsən elə. Plazmada qübdən baxım, elektronların konsentrasiyası iyonlaşmamış atomların konsentrasiyasından 75% azdır. Elektronların konsentrasiyası iyonlaşmış atomların konsentrasiyasına bərabər olarsa, plazmanın iyonlaşma dərəcəsini faizlə ifadə eləyin. Deməli, yenə yazacağıq. Deməli, bizə nə deyilir? 75% azı belə yazıram da. N elektron bərabərdir. İyonlaşmamışların sayından deyir də, iyonlaşmış atomların iyonlaşmamışdır. Mənimlə bu düsturlar, bu var idi. PDF-də nəsə mənə rastıma çıxmamışdı bu düsturlar. Bu düstur bilsiz hansı düsturdur? Bir dənə düstur budur müəllimə burada. K bərabərdir. N-i bölünsün N-ümumi vurulsun 100%. Fisyo düstur budur. Bu düsturu görməmişəm deyə tanış gəlmir. Ona görə Ola bilər, bəlkə PDF-ə yazmamışam. Bir dənə bu düsturda qalanlarını, yəni burada verilənlər əsasında yazırıq. Bunu qeyd eləmək lazımdır da. Onu da qeyd edeyim, bəli. N iyonlaşmamış atomların sayından deyir 75% azdır. 75% az nə deməkdir? 0,75-ini çıxıram da. 0,75 N iyonlaşmamışı çıxanda deməli qalacaq nə qədər? 0,25 N iyonlaşmamış. Bunu yazdıq belə. Bu düsturdakı N-i iyonlaşmışdı yoxsa iyonlaşmamışdı? Hə, buradakı bu iyonlaşmışdı. N ümumi isə ümumi atomların sayıdır. Bunu tapdıq müəllimlər. Sonra indi nə edəcəyik? İndi bizə şərt verib ki, konsentrasiyasına bərabərdir. Konsentrasiyasına bərabərdirsə bunu belə yazaram da mən. N-y bərabər olacaq. Nə? N iyonlaşmış. Bunu da belə qeyd edirəm burada. Çünki bunu mənə şərtdə verib bax burada. Deyir konsentrasiya bərabərdir. Bunu da qeyd elədim. Sonra burada bu 0,25 N iyonlaşmamış var ha. Bunu gəlin belə yazaq. N iyonlaşmamış bərabər olsun 4N-yə. 4də 1 ifadə elədim də, tərsinə yazdım elə bir ki. Yenə mənə deyir, dissosiasiya dərəcəsini tapın da. K da bərabərdir N iyonlaşmış bölünsün N ümumi, yenə vurulsun 100%. O da bərabər olacaqdır. Deməli, N iyonlaşmışın yerinə yazıram nə? Elə N-y. Çünki burada şərt vermişəm də, baxın. Bu N-y-yə bərabərdir. N-y-ni də böləcəm nəyə? Deməli, ümumi sayı tapanda müəllimlər, iyonlaşmamışınki 4-dür, iyonlaşmamışınki də elə 1-dir. 4 ilə 1-i toplayanda ümumi olacaqmı 5N-y? Bunu ümumiləşdirdim də, yəni 5N-y, bu da vurulsun 100%. Deməli, bu da olacaq nə qədər? 20% olur da, böləndə 20%. Sonra müəllimlər, başqa varmı sual? Burada başqa başlıq varmı? Yoxdur. Burada başqa sualınız var sizin? Yaxşı. Deməli, o zaman
Deməli, 17-ci suala buradan baxaq müəllimə. Deyir ki, şəkildə verilənlərə əsasən ampermetrin göstərişinin neçə amper olduğunu təyin eləyin. Əgər kimsə kitabdan baxmaq istəyirsə, səhifə 307-dir. Müəllimə, kitabınız yoxdur, biraz onu qabağa çəkə bilərdiniz. Buyurun. Hamı yazsın müəllimlər. Hamı yazsın müəllimlər. Müəllimlər, hamı yazsın görün. Deməli müəllimlər, baxın, ilk öncə gəlin müqavimətləri hesablayaq da. Bax, müqavimətlər 4 ilə 4 paralel birləşir, düzdürmü? Paralel birləşirsə, deməli müqavimətimiz nəyə bərabər olacaqdır? 4-ü bölürəm 2-yə, yəni eyni olduğu üçün. Deməli, bax, bu ikisinin paralelliyindən
Burada alındı nə qədər? Müqavimətimiz 2. 2 ilə 8-in ardıcıllığından da belə bu istiqamətdə. Deməli, ümumimiz oldu nə qədər? 10, 10. Bunu bir təyin elədim. İndi mənə deyir ki, baxıram ki, mənbədir, tam dövrədir və daxili müqavimətdə deyir nəzərə alınmır. Cəryan şiddətini tapın deyir. Cəryan şiddətini tapmaq üçün elektrik hərəkət qüvvəsini R plus R cəminə bölməliyəm. Burada da R 0 olduğu üçün ehtiyac yoxdur da. Elə elektrik hərəkət qüvvəsini nəyə böləcəm? Ümumi müqavimətə böləcəm. Tamam, ümumi müqavimətim var, amma elektrik hərəkət qüvvəsini ümumi bilmirəm axı. Deməli, gəlin indi elektrik hərəkət qüvvəsini baxaq. Baxın, 4 ilə 4-ün paralelliyindən biz bilirik ki, bunun birinin qiyməti götürüləcək də. Paralel istəyirsiniz 100 dənə 4 voltluq tutaq ki, mənbəni bir-birinə paralel birləşdirin, bunun birinin qiyməti götürüləcək. Deməli, bu oldu 4. Özdə 4-ə baxırsınız ki, bax, bu müsbət, mənfi. İndi bu 4 ilə mənfi, deməli 10 volt bir-birinə necə birləşib? Ardıcıl birləşib, müsbət, mənfi, amma bu mənfi müsbətdir. Özdə bir-birini bunlar gücləndirən mənbə deyil də, zəiflədir. Çünki tərs qoşulublar. Bax, biri müsbət mənfidir, digəri mənfi müsbətdir. Deməli, o zaman elektrik hərəkət qüvvəsini tapanda siz 10-dan 4-ü çıxacaqsınız. Qalacaq nə qədər? 6. Всё. Gətirin yerinə qoyun da burada. Epsilonun qiymətinin, elektrik hərəkət qüvvəsinin qiyməti oldu 6. Müqavimətin qiyməti oldu 10. 6-ın da 10-a böləcəyi olacaq. Nə qədər? 0,6 amper. Heç kəs doğru cavabı yazmayıb. Niyə orada 1/2 almışsınız? Orada bir də üzr istəyirəm. O elektrik hərəkət qüvvəsinə 10,4 yazdınız. O hissəni bir də deyə bilərsiniz. Əlbəttə. Baxın, Seyid xanım müəllimə. Bax, burada paralel birləşmədə. Necə ki, gərginliklər paralel birləşəndə bərabər olurdu, hə? Birinin gərginliyini götürüb hesablayırdıq da, düzdürmü biz? Yadınıza gəlir o paralel birləşmədə gərginlik. Eləcə də elektrik hərəkət qüvvəsi. Bax, istəsəz bir dənə də bura, əgər siz mənbə birləşdirsəz, tutaq ki, bu da məcbur da 4 olacaqdır. Yəni, ola bilməz ki, siz bura götürüb 5 voltluq bir mənbə birləşdirəsiniz. Paralel birləşdirmişsinizsə, bunların hamısının elektrik hərəkət qüvvələri bir-birinə bərabərdir. Deməli, o zaman elektrik hərəkət qüvvələri bərabərsə, siz bunun birini götürürsünüz. Elə bilin ki, bax, bu dövrədə bu yoxdur. Bax, buranı elə bilin ki, silmişsiniz bu aşağı hissəni. Bax, bura yoxdur elə bil. Buranı silmişsiniz. Bir dənə burada belə bir dövrədir. Burada elə bil bununla bax, bu elektrik hərəkət qüvvəsini bax, belə birləşdirmişsiniz. Bu birislər yoxdur. Deməli, burada nədir? Bax, bura mənfidir, bura müsbətdir, düzdür? Bax, müsbət, mənfi. İndi mənfi müsbət gəlir. Elə bilin ki, siz 2 dənə bateriyanı götürüb bir-birinə tərs qoşulmusunuz. Görürsünüz, pultun arxasına daşı falan salanda görürsünüz, biz o müsbət mənfiyə nə fikir veririk də, düzdür müəllimə? Müsbəti müsbətə birləşdiririk, mənfini mənfiyə birləşdiririk, düzdürmü? Əgər onu biz tərs birləşdirəndə görürsünüz, pult işləmir. Çünki onlar bir-birini zəiflədir. Bax, burada da əgər 2 dənə mənbə, baxın, qoyun lap bunun şəklini çəkim sizə. Bax, bura mənfidir, bu tərəf müsbətdir də, uzun olan tərəf. Tutaq ki, gətirdim burada yenə mənfi, bir dənə müsbət mənbə birləşdirdim. Bax, indi bunları mən düz birləşdirmişəm. Görürsünüz, mənfi, müsbət, mənfi, müsbət. Bunlar bir-birini gücləndirəcək. Tutaq ki, bu 5-dir, bu da 4 voltdur. Bunları mən toplayacağım, çünki bunlar bir-birini gücləndirir, düz birləşiblər. Müsbət, mənfi, ardıcıldır. Görürsünüz, ardıcıllığı qoruyur. Müsbət, mənfi və yaxud da ki, mənfi, müsbət. Siz ümumi elektrik hərəkət qüvvəsini tapanda bunu toplayıb 9 eləyəcəksiniz. Bunlar çünki bir-birini gücləndirir. Amma indi mən buradakı mənbələrin yerini dəyişdirsəm, bax, tutaq ki, bunu belə çəksəm, mənfi, müsbət çəksəm, sonra yenə müsbət, mənfi çəksəm. Baxın indi, mənfi, müsbət, mənfi. Bunlar bir-birini zəiflədəcək. İndi mən bunu yenə 1-ə 5, 1-ə 4 yazsam, artıq siz burada götürüb bunu ümumi elektrik hərəkət qüvvəsini 9 yaza bilməzsiniz. Çünki bu bir-birini gücləndirmir, əksinə bir-birini zəiflədir. Buradakı elektrik hərəkət qüvvəsi 5-dən 4-ə çıxacaqsa, olacaq 1 volt. Aydın oldu Sayət xanım müəllimə? Bəli, müəllimə, aydındır. Çox sağ olun. Siz də sağ olun. Deməli, ona görə, bax, buradakı bizim elektrik hərəkət qüvvəmizi indi mən tapsam, baxın. Bax, dedim ki, paralel birləşdiyi üçün bunun birinin gərginliyi götürüləcək, elektrik hərəkət qüvvəsi götürüləcək. Bu da bax, müsbət, mənfi. İndi ardıcıl geçsəm, bax, bu mənfi, bu müsbətdir. Görürsünüz, bunlar bir-birinə tərs qoşulub. Bunlar bir-birini gücləndirənlərdən deyil, zəiflədənlərdəndir. Ona görə siz bunu toplamayacaqsınız, çıxacaqsınız. Ondan 4-ü çıxacaqsınız, qalacaq elektrik hərəkət qüvvəsi 6. Всё. Tam dövrə... Gücləndirən olsaydı 1-ə bərabər olacaqdı da. Gücləndirən olsaydı toplayacaqdınız. 10-dan 4-ü toplayacaqdınız. 0,10-da, 0,12-də 10 belə bir şey olacaqdı. 12
10-da Ha, o aşağı 12, olur, 10-da götürür. 12 Ha. demək istəyirsiniz. 1,2. Hə. Hə, gücləndirən olsaydı, hə, elektrik hərəkət qüvvəsini siz o zaman bəli, elə götürərdiniz. Ben bunların eğer ki tapdım sizin için bütün de ardıcı götürdüm. Dedim yəqin 10 volt burada da amperi de çatmayan 2 volt olan şey tamamlasın da bunu. Yani öz aklımdan tapdım, ikisini de tapıp bilmədim. Yox, diqqətli olun müəllimlər. Gəlin buna aid bir neçəsini işləyək. Tam aydın olsun. Bax, indi məsələn, hansını işləyək bundan bircə dəqiqə. Bax, məsələn, 16-cı suala baxın. Deyir ki, şəkildə verilənlərə əsasən dövrədən keçən cərəyan şiddətinin neçə amper olduğunu təyin eləyin. Daxili müqavimət yoxdur. Yəni da şərti göstərmirəm, sizə əsas şəkil lazımdır. Bax, şəkil də budur. Və demək olar ki, bayaqkından eynidir. İndi görün bunu kim doğru yazacaq. Hamı yazsın müəllimlər. Artıq bunu yazmalıyıq. Hamı yazsın. Sayed xanım müəllimə, Dursun müəllimə, Aydə müəllimə, zəhmət olmasa siz də yazın. Ben yazmışam, en birinciyle ben yazdım diye variantı. Hə, indi gördüm, üzr sayın. Deməli müəllimlər, bax, elektrik hərəkət qüvvəsinə baxın. Baxın, mənfi, müsbət, mənfi, müsbət. Fərqi yoxdur. Sağdan sola gedirsiniz, soldan sağa. Fərqi yoxdur onun. Aha, burada gücləndirəcək. Çünki düz qoşulub. Deməli elektrik hərəkət qüvvəmiz 8 ilə 4-ün cəmindən olacaq 12 volt. 12 Aha, volt. indi keçirəm müqaviməti tapmaq. 6 ilə 3-ün paralelliyindən bura olur 2. 2 alınacaq. 2 ilə 2-nin ardıcıllığından Dörd M10-umuza alınacaq. tapdım, olacaq 4-üm. Düzdür. 12 bölək 4, o da 3. İ də bərabərdir. Epsilon bölünsün R-dən 12 bölünsün 4 olacaq 3 amper. Tamamilə doğru, bəli. C yazanlar doğru. Yaxşı. İndi Ben de gəlin. zəhmət olmasa lampalara aid eləyərikdən. Yaxşı. Qoy biraz bir dənə bunları möhkəmləndirək müəllimə. 14-cü suala baxın. Lampalar hansını deyirsiniz? Yəni işıqlanma falan olan yoxsa necə? Bəli, müəllim, bəli. Qat bağlanmağı, kartlar bağlananda aslında bax bunları. Hə, yaxşı. Siz baxın, mən tapın bir dənə.
Deməli müəllimlər, elektrik hərəkət qüvvəmiz oldu. Deməli baxın, müsbət, mənfi, müsbət, mənfi, mənfi, müsbət. Deməli bax, bu ikisi bir-birini gücləndirir, bu birisi zəiflədir. Deməli o zaman 18 ilə 24-ü toplayıram, 6-nı çıxıram. Deməli 42, 42-dən 6 çıxdı 36. Deməli daxili müqavimət də artıq bu dəfə var. Deməli I də bərabərdir. Elektrik hərəkət qüvvəsi bölünsün R plus R-dən. Elektrik hərəkət qüvvəsinin yerinə 36, R-in yerinə 6. Kiçik yerimizdə R, yəni 3 dənə R ardıcıl birləşibdir də daxili müqavimət. Deməli o zaman kiçik yerində qiyməti olacaq 6. 36-nı da bölürsüz 12-yə olacaq 3 amper. Bəli. Demək olar ki, hamı doğru yazıb. Əla, əhsən. Sonra deməli 12-ci sualda deyilir ki, daxili müqavimətləri nəzərə alınmayan mənbələrlə şəkildəki dövrə qurulur. K mənbəsinin potensiallar fərqi fi K, L mənbəsinin potensialı fi L-dirsə, fi K bölünsün, fi L nisbətini tapın. Deməli, o tərəf sizə lazım deyil də, sadəcə sizə deyir ki, fi K bölünsün, fi L-i tapın. Buyurun. Bura mənbələrdir də, bilmirəm, orada yaxşı görsənir. Müsbət, mənfi, burada mənfidir. Deməli, burada düşüb. Müəllimə, bir dənə cavabları da göstərə Hə, bilərsiniz. cavablar görmüsünüz eləmi? 2 dəqiqə. Cavablarda 2, 4, 6, 8 və 10 var. Hə, yaxşı. Əvvəlkini elə çevirə bilərsiniz. Sağ olun. 2, 4, 6, 8, 10. Deməli 2, 4, 6, 8 və 10. Deməli, müəllimlər, baxın, sizə çətin gəlməsin. Bax, burada nədən istifadə edəcəksiniz? Bayaq sizə nə dedim? Dedim ki, paralel birləşmədə elektrik hərəkət qüvvələri də bərabər olmalıdır. Necə ki, gərginliklər bərabər idi. Bax, görürsünüz ki, bu ortadakı mənbənin elektrik hərəkət qüvvəsi 9-dur. Deməli, bu sizə ipucu verir ki, baxın, bura yuxarıda 9 olmalıdır ümumisi. Bu aşağının da ümumisi 9 olmalıdır. İndi gəlin, bax, 3 volt var. Mənfi, müsbət, müsbət, mənfi. Tərs birləşibdir. Tərs birləşdiyi üçün, deməli,
Belə deyək də, siz bura elə bir, məsələn, K nöqtəsinin elə bir belə deyək də, elektrik batareya qoymalısınız ki, o 3 voltdan çox olsun. Yəni 9 volt çox olsun ki, çıxanda cəmi 9 qalsın. Məsələn, bura 12 Bunlar çox deyərsinizmi? azaldı. Ay sağ olun, 12. Çünki baxın tərs qoşulub. Mənfi, müsbət, müsbət, mənfi. Əgər düz birləşsəydi 6 qoyardınız, toplayardınız 9 eləyərdi. Amma tərs birləşdiyi üçün böyük qoymalısınız. Deməli, fi K oldu nə qədər? 12. Elektrik hərəkət qüvvəsi. İndi aşağıya düşürəm. Bax aşağıda Aşağıya baxıram ki, mənfi, müsbət, mənfi, müsbət. Deməli elə bura bir dənə el nöqtəsinin potensialına 6 desəm kifayət eləyir. Deməli burada oldu 6. Sizə deyir ki, fi K böl fi el nisbətini tapın da. Fi K'mız oldu 12, fi elimiz oldu 6. 12'ni də 6'ya böldük oldu 2. Cavabımız da olur 2. Mən bir dənə terminal Üçüncü suala baxırıq. Sistemdəki bütün deyir açarlar qapanarsa, hansı lampalar közərəcək? Közərmək nədir? Yəni yanacaq da. Deməli müəllimlər, bütün açarları bağlayıram. Baxın, bunu da bağladım. Bunu da bağladım. 2 dənə açıq açar var idi, onları da bağladım. İndi gəlin baxaq cəryanın yoluna. Bax bu belə deyək də bu uzun qütb müsbət olanda bu tərəf mənfi. Ona görə cəryan buradan gələcək. Bax bu 51 lampasından keçib gedəcək. Gələndə bura baxır ki, qarşısında 2 dənə yol var. Baxır ki, bir dənə yolunda qəşəng boş bir naqildir. Nəyinə lazımdır yuxarı ilə belə narahat yolla getsin? Gələcək bax buradan bu istiqamətdə dövrəni tamamlayacaq. Deməli hansı lampalar yanacaq? Bir L1 yanacaq, bir L3 yanacaq. L1 və L3. L2 yanmayacaq. Çünki aşağıda boş bir naqil olduğu üçün cəryan boş naqili seçəcək. Yuxarını seçməyəcək. Rahat yolu seçəcək. Bəli. O zaman 1 yanacaq, bir də 3 yanacaq. Sonra. Dördüncü sual deyir ki, şəkildə elektrik dövrəsində K və L açarları bağlanarsa, neçə lampa közərəcək? Orada lampalar görünmür. Hə, bax bir dənə lampa burdadır müəllimə.
Bir dənə lampa burdadır, biri burdadır, biri burdadır, biri də burdadır. Bunlar lampalardır. Deməli müəllimlər, gəlin baxaq. Bax deyir ki, yenə K və R açarlarını bağla. Bax K-nı da bağladım, R-i də bağladım. Deyir neçə lampa közərəcəkdir. İndi gəlin baxaq. Bax bu müsbətdən gələn cəryan gələcək bu istiqamətdə. Gəlib bura qədər çatacaq. Burada fikirləşəcək ki, qarşısında 2 dənə yol var. Baxacaq ki, bu istiqamətdə gəlsə, gələcək, burada düz bir dənə teldir də. Gələcək qəşəng, buradan da gəlib, neyəcək, dövrəni tamamlayacaq. Neçə dənə lampa közərmiş oldu? Baxın, bircə dənə lampa közərəcək, bax bu lampa. Bir dənə lampanı yandıracaq. Rahat yol seçəcək. Müəllimə, bəs deyirdiniz, o qəşəngcə düz yolla gedir. Qəşəngcə niyə bu düz yuxarı çıxmadı ki, sağa döndü? Aha. Baxırsınız müəllimə, görürsüz burada bilirsiniz necə o cəryanların, o naqillərdəki müqavimətlər o dəqiqə cəryan onu bilirsiniz necə elə bir hiss eləyir də. Görür ki, burada bir dənə boş naqil var. Oradan ona müqavimət gəlmir. Qarşısına, rastına heç nə çıxmır. Elə bil ki, dayanmısınız. Bir yol ayrıcıdır. Baxırsınız ki, düzdür. Yuxarıda gedir bir yol. Amma aşağıdan da gedən bir yolda bir boş yol var. Bir kəsə yol var. Naqil var orada bir dənə boş. Onun üzərindən keçib gedib dövrəni tamamlayır və qarşısında heç bir. Bax məsələn yuxarıdan keçsə bir buradan keçməlidir. Gəlib təzədən hələ bunun qarşısında burada bir dənə lampa gələcək buna. 2 dənə lampanın üzərindən keçib gəlməlidir. Nəyinə lazımdır? Gəlir elə bir dənə buradan boş yerdən, gəlir tam. Bu o qədər cərəmsiz necə, o qədər o öz komfortuna düşkündür ki, elə insanlar da var. Bəli, öz komfortuna düşkün insanlardandır bu. Ona görə bu rahat yol. Nəyinə lazımdır 2 dənə lampanı geçsin, işıqlandırsın. Hazır boş yoldan keçir gedir də. Bir dənə çəkin bunu. Baxın. Qoyun qırmızı ilə çəkin. Xoşunuz gəlsin. Müəllim, mən sizin getdiyiniz yol kimi getdim. Necə oldusa birinci lampanı görmədim. Baxıram dedim Allah heç bir lampa yoxdur, axı 0 olur. Ona görə 2 yazdım, 3 yazdım. Yox, baxın, buradan gələcək, bu boş naqilin üzərindən keçib gedəcək. Ona görə deyir neçə lampa közərər. Bir dənə bunu közərdəcək. Bir dənə bunu. Ben ortadaki lampanın üstünden kesirdim onu. Birinci yukarıda, ortaya döndü. Baxın, bu yuxarıda boş naqil varsa, baxın Mirvari müəllimə, burada yuxarıda boş naqil varsa, nəyinə lazımdır bu aşağıdan keçsin? Yuxarıdakı boş naqilin üstündən keçir. Yəni belə cəryandır. Bu çox kaprizlidir. Biləm bu qısa yol axtarır. Bu qısa yol yox, bu rahat yol. Rahat yol axtarır. Rahat yol, rahat. Mən o görə lap qısa ilə aşağıya gətirdim, o görə 2 dənəsini tapdım.
Yaxşı, gəlin 6-cı suala da baxaq. Deyir ki, şəkildəki dövrədə açarlar bağlanarsa neçə lampa sönər? Deməli, burada bizdən axtarır ki, sönən. Deməli, sönər. Siz sönər axtaracaqsınız. Və deyir ki, bu yuxarıda bu açar əvvəlcə açıq olub. İndi deyir, bunu bağlasaz neçə dənə lampa sönəcək? Ona ən qısa qapama olmalıdır. İndi baxın görün nə olmalıdır. Bax, 4-ü başa düşmüsünüzsə 6-nı yazacaqsınız. Aha, deyir ki, hansı lampalar, neçə lampa sönəcək? Sayını istəyir bizdən. Baxın. Deməli, bax, qoyun qırmızı ilə göstərin bunu. Deməli, gələcək, bax, müsbətdən gələcək cəryan bu istiqamətdə. Məcburdur gəlib bu lampanın üstündən keçməlidir, başqa yolu yoxdur. Baxın, baxır ki, qarşısında, bax, burada bir yuxarı çıxa bilər, bir də burayla gedə bilər. Burada 2 dənə lampa var, lazım deyil ona. Çıxacaq, hələ ki boş bir naqil var da, hələ ki çıxır. Gəlir burada da düşünür. Baxır ki, burada bir yol var ki, qarşısında bir dənə lampa var, bir yol da var ki, boşdur. Gəlir, bax bu boş naqilin üzərindən keçir. Gəlir, bax, buradakı dövrəni neynir? Tamamlayır. Deməli, bax bu lampa da sönəcək. Bu lampa da sönəcək. Bu lampa da sönəcək. İkisicə yanacaq. Deməli, 3 dənəsi sönür. Aysən, 3'ü sönür. 3 S yazanlar düz yazıblar. Müəllimə, bu naqilə tutmaq olmur. Bayaq dediniz, məsələn, yuxarı gedir, bayaq sağa döndərmişdir. Müəllimə, əvvəl açıq olan halı üçün, elə birincidən keçdi, sonra gəlib, bu açıqda axı, açıqdan aşağıdayından keçmişdi elə bil ki, o yanlı qalmışdı. Sonra bağlanandan sonra oradan keçmir daha, yuxarıdan keçir gəlir. Mən ona görə bir dənəsini götürdüm. Baxın, artıq bu rahat bir yolu var da. Bunun boş bir naqili var. Sonra elə bir ki, əvvəl buradan keçirdi, ondan aşağıdan keçirdi. Sonra bağlanandan sonra yuxarıdan keçdi, Bəli. bu söndü. Bəli. Söndü. Mən ona görə bir dənə onu götürdüm, daha sönər. Bu Yox. bizləri Siz məndən az da olsa, buradan nə qədər olmasa, az da olsa cəryan keçir də. Başa düşürsünüz, az da olsa. Amma əsasən, siz necə bunu belə düşünün də. Bax, elə bil ki, burada 2 lampanın ardıcıllığından 2 dənə müqaviməti var. 2 dənə daş çıxıb qabağını elə bilim. Burada bir dənə daş çıxıb. Bu təbii ki, lampa açar açıq olanda bu R-dən müqaviməti az olandan, buradan tutaq ki 2-yi qədər keçəcək, buradan i qədər keçəcəkdir. Amma artıq bağlandı, vəsiyo, lazım deyil artıq ona əziyyət çəkmək. Nə R-in fikrini çəkmir, nə 2 R-in. Deyir ki, bir dənə rahat yolum var da, gedim, bu lampalarda burada o qalsın. rahat yolu başa düşdüm müəllimə, ancaq bu 2 dənə sönməyin elə fikirləşdim ki, əvvəldən oradan keçməyib də, ona görə onları nəzərə almadım sonra. O bir dənəni nəzərə aldım yuxarıdakı. Həmişə yananlar soruşdular, müəllimə bu səfər Sönənlər soruşdular. Yaxşı, bax bir dənə gəlin 7-yə də baxaq.
Deyir, şəkildəki dövrədə istifadə edilən biləcəyiniz K, L və M lampalarından hansı daha parlaq yanacaq? İndi burada parlaq yananı istəyirsiniz də. Bax, görürsünüz, indi burada boş naqil yoxdur. Məcbur hər ikisindən keçəcək də, yəni. Boş naqil olsaydı, boş naqilin üstdən keçərdi, heç birində yandırmazdı. Deməli, baxın, mənlər. Bax, indi burada artıq müqavimətlərə fikir verəcəksiniz. Bax, buradan gələn cəryan gəlir, bir hissəsi aşağıdan keçəcək, bir hissəsi yuxarıdan. Yenə deyirəm, boş naqil olsaydı, boş naqildən keçərdi. Amma boş naqil yoxdur. Sadəcə burada az müqavimətli naqil var, çox müqavimətli naqil var. Bax, bu aşağıdakı K lampasının müqavimətinə R desəm, yuxarıdakı M və L lampalarının müqavimətləri ardıcıl birləşəndə müqavimətimiz 2R olmazmı? Ardıcıl birləşəndə 2R olur da, toplayırıq axı. İndi ona görə cəryan müqaviməti az olan yerdən daha çox cəryan keçir. Elə bilin ki, buradan tutaq ki, 2i qədər keçirsə, yuxarıdan nə qədər keçəcək? I qədər keçəcək. İndi baxın, sizə deyir ki, hansı lampa daha parlaq yanar? I qədər cəryan keçən lampa çox yanar, yoxsa 2i qədər keçən? 2i. Deməli, ona görə K lampası daha parlaq yanacaqdır. Bilirsiniz, mən bu rəsmə götürdüm. Biri var, işıq cəryanın yükünü 2 dənə lampaya böləsən, biri var, bir dənə lampaya böləsən. Mən elə məntiqlə götürdüm. Yəni, birə güc versən daha çox olur, amma gücü 2 yerə bölsən, önce işıq zəifləyir. Aha, siz elə düşünmüsünüz. Olar. Amma sadəcə olaraq biraz orada diqqətli olun ki, indi bu biraz sadə dövrə idi də, biraz mürəkkəb dövrələrdə o sizi qarışdıra bilərsiniz. Yəni, burada cəryanları bölüşdürün. Müqavimətlərə görə cəryanları bölüşdürün ki, daha doğrudur. Necə? Yalnız K. Yalnız K daha parlaq yanır da. L ilə M-in parlaqlığı bərabər olacaqdır. Yəni, və 2 dəfə K lampasının parlaqlığından daha az zəif işıqlanacaq da o. K onlardan daha güclü işıqlanacaq. Aydın oldu? Olmadı. Bəli, aydındır. O birislərdə müqavimətə bölməmişdik. Biz o birislərdə başqa bir şey soruşurdular axı müəllimə bizdən. Boş bir var. Orada yanma sönmə, sırf orada dedi ki, neçəsi yanar, neçəsi sönər. Həm də orada məsələn boş naqillərimiz var idi. Açarı bağlayıb açanda boş naqilin üzərindən keçirirdik. Biraz onda işimiz rahat idi. Boş naqil olan kimi onun üzərindən keçirirdik. Artıq lampaları vecimizə almırdıq.